Salam əzizlərim. Çox suallar verirsiniz ki, Məryəm xanım narahat ayaq sindromu haqqında nə deyə bilərsiniz? Mən çox videolar çəkmişəm, bu haqda var, amma yəqin ki, çoxunuz baxmırsınız. 2 il bundan qabaq bu haqda mən video çəkmişdim. İndi ona görə də suallar çox gəldiyinə yenə də çəkirəm. Bəli, bu çox insanlar arasında, 70-80% insan arasında olur və mən belə deyərdim ki, hətta belə bir insan tanımaram ki, həyatı boyunca bir dəfə də olsa bu şeyi yaşamasın. Bu nədir? Narahat ayaq sindromu əlxüsus gecələr baş verir. Bütün günü ayaq üstə olursunuz, işləyirsiniz, nə? Amma gecə sakitlik vaxtında gecə bu sizin ayağınızı o qədər narahat edir ki, dayanmadan ayağınızı hərəkət etdirirsiniz. Elə bil ayağınızın içində nəsə gəzir. Mütləq götürüb qoyursunuz ayağınızı yerinizdə. Yəni bu sizin yuxunuzu pozur, yatmırsınız. Ona görə də gün ərzində artıq sizdə xroniki yorğunluq yaranır, əsəbilik yaranır, baş ağrıları yaranır. Həyat tərzinizi korluyur, belə deyərdim. Və dediyim kimi çox insanlarda olur, çox vaxtı 45-dən aşağı yaş insanlarda olur, 65-dən yuxarı yaşlı insanlarda da daha çox olur. Hamiləliyin axır son 3 ayında daha çox olur və bunun deyim ki, tibbdə heç bir təsdiqi yoxdur. Tibbdə yəni təsdiqi tapılmayıb, nədən ola bilər? Belə götürülür ki, məsələn sizə deyim ki, təsdiqlənməmiş bir xəstəlik olsa da bu xəstəlik sayılmır, qorxulu bir şey sayılmır. Yenə də amma lap hər gün illərlə artıq bu davam edirsə həkimə mütləq müraciət eləməlisiniz. Amma belə qan azlığı vaxtı olur, dəmir azlığı vaxtı olur, ferritin azlığı vaxtı olur, maqnezium çatışmayanda olur, B vitamini çatışmayanda olur. Sonra sizə deyim ki, bəzi dərmanlar içirsiniz, o dərmanlardan da bu ola bilər. İçki içən insanlarda da çox ola bilər və yaxud stres keçirdirsiniz. Bütün günü bəzi problemlər, bir çox problemlər var. Bütün gün onu vaxt olmur fikirləşməyə, amma elə ki sakitlik olur, ayağınızı uzadırsınız, bu narahatçılıq yaradır. Qətiyyən yata bilmirsiniz. Bu mənim də başıma çox gəlib. Çox doğrudan da insanı narahat eləyən bir şeydir. Bunun dediyim kimi, baxın, dəmir çalışın, yaşıl bu mərci cücərməsi yeyin, qreçka yeyin, mal əti yeyin ki, qanınız qalxsın. Maqnezium tərkibli şeylər yeyin. Misal üçün banan, misal üçün balqabaq tumu yeyə bilərsiniz ki, maqnezium qalxsın. Həqiqətən də maqneziumla dəmir aşağı olanda bu %100 çox vaxtı ondan olur deyərdim sizə. Hətta 150% ondan olur. Özümdə də görmüşəm ki, maqnezium qəbul edəndən sonra, maqnezium tərkibli yediklərim olandan sonra gedir bu ayaq darıxması. Belə deyim də, ayaq darıxması, amma narahat ayaq sindromu deyirlər. Və bir çox şeylər edə bilərsiniz rahatlamağınız üçün. İdmanlar var, idman eləyə bilərsiniz. Yatmazdan qabaq soyuq isti su vannasına qoya bilərsiniz ayağınızı. Bu çox gözəl kömək eləyir və mənə çox dualar gəlib yazmısınız. Sabun qoyursunuz plastinanızın altına, ayaq tərəfdən açırsınız kağızını. Əgər əl üz sabunu adi, amma lavanda tərkibli olsa, bütün mağazalarda var. Lavanda tərkibli olsa daha gözəl olar. Çünki lavanda özü də lavandanın iyi sakitlik yaradır və sabun maqnezium tərkibli olduğu üçün o da sakitləşdirir. Əməlli başlı ayağınızın plastina tərəfdən ayağınızın altına açıb kağızını qoyduqda o qədər rahatlayacaqsınız. Siz də gəlib o birisi videolarımda kimi dualar yazacaqsınız ki, Məryəm xanım, doğrudan da ayağım sakitləşdi. Amma bir şey də deyə bilərəm ki, bir podnus ayırın özünüz üçün, böyük bir podnus ayırın, dərin biraz olsun. İçinə qreçka, hansı ki mən özüm də bunlardan istifadə edirəm. Qreçka tökün, qoyun öz kravatınızın altına. Elə ki, elə bir darıxma gəldi və yaxud heç darıxma gəlməmiş, yerinizə girəndə o qreçka vannası o qədər gözəl bir şeydir. Bütün pis enerjinizi alır, bütün darıxmanızı götürür, hər bir şey götürür, stresinizi azaldır. Bütün ayağınızda nə darıxma varsa götürür, o vannada durursunuz, ayaq üstə qreçkanın üstündə elə bilin ki, gəzən kimi eləyirsiniz. Bu sizin bir çox problemlərinizi götürəcək. Bir dəfə atdelini o qreçka vannası haqqında da sizin üçün video çəkəcəm, amma əlxüsus ayaq darıxmasında sizə çox kömək edəcək mənim əzizlərim. Bu dediklərimə əməl etsəniz, sizlər də rahat başınızı qoyub yatacaqsınız inşallah. Amma çox hallarda olanda dediyim kimi Parkinson xəstəliyinin başlanğıcı ola bilər. Bu yanı 10% göstərir. Əslində 90-80% xəstəlik hesab edilmir əzizlərim. Yəni düzdür, insanı çox narahat edir. Dediyim kimi həyat tərzinizi çox pis korluyur, amma dediklərimi etsəniz, bu dediklərimi yeyib, bu qreçka vannasıdır, sabundur, plastinanın altına qoysanız, tamamilə bu sizdən gedəcək, çox sevinəcəksiniz. Mənim əzizlərim, bir də onu deyim ki, əgər Məryəm xanımın sağlamlıq qrupuna girmək istəyirsinizsə, mən çox sevinirəm. Mənim qrupuma gələndən sonra
çox xanımlar və bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Mənə deyirlər ki, Məryəm xanım, sizdən qabaq olduğumuz qrupda hər ay pul verirdik, hər ay, təsəvvür eləyin. Və bizə arıqlama çayı, arıqlama kofesi satırdı həmən dietoloq. Qəbz olmuşuq deyəndə bizə siyana çayı, aclıq otu, dəvə gözü yazırdı. Nə bilim, hər axşam köpürəm deyəndə deyirdi 6-6 qara kömür iç. Bəs siz niyə düşünmürsünüz ki, bəs bu dietoloq nəyə lazımdır? Əgər sizə su diyeti etdirirsə, sizin bütün vitamin, minerallarınızı orqanizminizdən yuyur, immunitetiniz aşağı düşür, siz bütün xəstəliklərə yol açmış olursunuz, çağırırsınız orqanizminizi. Mədə bağırsağınızın mikroflorasını pozursunuz, hansı ki, mədə bağırsağımız immun sisteminizə cavabdehdir bizim. Tənbəl bağırsaq edirsiniz bunları etməklə, klizmadır, dərmanlardır, şamlardır, qara kömürdür, Allah oldu, gündə içməklə orqanizm örgənir, sonra mədə altı vəzni sizə ferment vermir. Axı, nəyə görə bilərəkdən özünüzü bu yola aparırsınız? Mən məəttəl qalıram. Amma mənim qrupumda bircə dəfə 20 manat 1 ilə aiddir. 1 il qrupumda olursunuz. Bütün qızıl qaydalarımı öyrədirəm. Bağırsaq probleminiz həll olur. Hər gün tualetə normal gedirsiniz, amma heç bir dərmandır, çaydır, şamdır, klizmadır istifadə etmədən. Çünki bir mütəxəssis olaraq bilirəm ki, onlar dəhşət saçır. Qazdan, köpdən canınız qutaracaq. Sağlam şəkildə yekə qarnından azad olacaqsınız. Su diyeti etmədən, aclıq etmədən. Çünki bunlar ziyandır, bir mütəxəssis olaraq bilirəm. Və sizə heç nə satmayacağım. Ən əsası odur. Demirəm sizə ki, qrupa girirsiniz. Məndən mütləq bunu almalısınız ki, mənim qrupumda arıqlayasınız. Yəni, biraz özünüz də fikirləşin. Çox xahiş edirəm. Məsləhət bilirsinizsə, dünyanın artıq hər yerinə səsim yayılıb. İstər kənddən, şəhərdən, rayondan, Bakıdan, xarici ölkədən, hardan yazırsınızsa WhatsApp-ma yazın. Necə tələffüz edirəmsə o cürə yazın. Özünüzdən rəqəm, tiri əlavə etsəniz, tapıb sağlamlıq orduma qoşula bilməyəcəksiniz. Necə tələffüz edirəm, necə eşidirsinizsə o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çox alsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.